Deməli, 10-cu mövzu. Səsim gəlir mənim, hər şey okeydir. Bir nəfər təsdiq versin en azından. Hətta qədim Təbriz Zərifəyə fərq yoxdur. Sözdən biri bura gəlsə əla olar. Hə, zor. Gözlə. Hə, qədim sən burada qal, lazım olanda edə biləsən. Buyur. Deməli, 10-cu mövzuda isbatlıq və ya nə bilim bir şey yoxdur. Hansısa bir teoriya falan da yoxdur. Sadəcə bəzi terminlərdir, onları izah edir o birisi mövzularda başa düşmək üçün. Birincisi neighborhooddur. Epsilon neighborhood daha doğrusu xüsusi olaraq. Neighborhood bildiyimiz intervaldır. Sadəcə olaraq burada funksiyalar, yəni z funksiyası kompleks ədəddir. X və y olmaqla 2 dənə parametrdən ibarət olduğu üçün real və imaginary. Ona görə buradakı intervallar 2D olur. Yəni demirsən məsələn buradakı kimi. Məsələn x buradan bura demək əvəzinə götürsən müstəvidə bir dənə epsilon neighborhoodlarda çevrə çəkirsən və o çevrəyə əsasən təyin olunur intervallar və buna neighborhood deyirik. Burada da göstərdiyi kimi. Epsilon neighborhoodunda daha doğrusu ifadəsi olur. Məsələn, ən sadəsi buradakı kimidir. Z çıxılsın Z0 modulda kiçikdir epsilon. Bu nə deməkdir? Deməli, bir dənə Z0 nöqtəsi götürsək, bunun ətrafında da bir dənə çevrə çəksək, tutaq ki. Və bu çevrənin hər hansısa bir nöqtəsindən, məsələn, Z dedik bura. Z çıxılsın Z0-ın modulu onların arasındakı məsafə deməkdir. Bu məsafə epsilon olanda ətrafında sabit radiuslu bir dənə çevrə çəkə bilirik, düz deyil. Və əgər desək ki, Z çıxılsın Z0 modul, yəni bu ikisinin arasındakı məsafə kiçikdir epsilon, deməli, bu çevrə, deməli, Z burada ola bilməz də, mütləq bu xəttin üstündə olmalıdır və ya nə bilim, buralarda ola bilər. Çünki buradan da çəksək, epsilondan kiçik olur və ya burada. Və bu nöqtələrin çoxluğu da bu çevrənin içi, yəni dairənin sahəsindəki nöqtələr olasıdır. Yox, əgər kiçik bərabər yaza bilərik, məsələn, onda çevrənin özü də daxil olacaq bu neighborhooda və ya nə bilim, bu kiçik də əvəzində hətta böyük də yaza bilərik. Böyük yazsaq, artıq bu çevrənin içi yox, əksinə çölü neighborhoodumuza daxil olacaq. Böyük bərabər yazsaq, yenə çevrənin çölü və özü daxil olacaq. Bir də ki, zaten bunun sıfırdan olduğunu avtomatik bilirik. Sıfırdan böyük və kiçik, böyük və ya böyük bərabər ola bilir. Ona da gələcəyik növbəti şeydə. Neighborhood bundan ibarətdir. İndi deleted neighborhood deyə başqa bir şey var. Deleted neighborhood of Z0 deyəndə Z0-nun mərkəzdə olduğu bir neighborhooddan söhbət gedir. Hansı ki, Z0 həmin özü o neighborhoodda deyil. Elə bil, belə bir disk fikirləşin. Bu neighborhoodumuzdur bizim. Mərkəzi Z0-dır. Amma Z0-ın özü buna daxil deyil. Yəni, onu necə işarə edirik? Z0, bura epsilon desək, burada Z olsa, Z çıxılsın Z0 modulda kiçikdir epsilon, kiçikdir və ya kiçik bərabərdir, bunun fərqi yoxdur bu şərt üçün. Böyükdür 0. Böyükdür 0 nə deməkdir? Yəni Z ilə Z0-ın arasındakı məsafə 0-dan böyük olmalıdır. 0 olsa, zaten Z 0-dan üstünə düşəcək. Yəni Z0 özü daxil deyil də, buna görə bu qiyməti 0-a bərabər ola bilməz. Yəni, bu şəkildə göstərib deyirik ki, bu çevrə içində Z0 xarici bütün nöqtələr şeyə daxildir və bunu 24-cü mövzudakı şeylə qarışdırmayın, ora hələ var. Çünki Nübar keçən dəfə qarışdırmışdı. O orada danışdığımız şey başqa şeydir. Bu sadəcə deleted neighborhooddur. Deməli, deleted neighborhood bu qədər. İndi 3 dənə nöqtənin çevrə ilə ya da neighborhoodla münasibətinə əsasən 3 cür olur. Interior, boundary, bir də exterior point. Deməli, interior adlarından da bildiyi kimi içində, çevrənin üstündə, yəni neighborhoodun boundary'sinin üstündə və çölündə olan nöqtələrdir. Bunların burada tərifləri var. Məncə tərifləri üstündə danışmağa gərək yoxdur. Çünki çox artıq dəqiqliklə verildiyi üçün təriflər biraz qeyri-adi çıxır.
Amma yəni aydın məsələdir ki, çevrənin üstündə olan nöqtələr var, boundary pointlər. İçində interior, bir də çölündə exterior pointlər var. Lazım olsa bu tərifləri izah eləyərəm, amma məncə gərək yoxdur, boşuna vaxt itirərik. Deməli, İndi open və close, açıq və qapalı setlərdən danışacağıq. Deməli, çox sadə ayırmaq olur əslində bunları. Deməli, əgər set öz boundariesini, yəni öz sərhəddinin bütün sərhəd nöqtələrini üstündə daşıyırsa, buradakı kimi fikir versəz, epsilona bərabər də ola bilir. Yəni epsilona bərabər olanda tam çevrə çəkirik. Kiçik olanda, yəni boundary daxil olmayanda qırıq-qırıq xəttlə çəkirik. Yəni bu şəkildə göstərir ki, boundary özü daxil deyil, amma içindəki hər şey daxildir və ya kölündəki hər şey daxildir. Buna open set deyirik, əgər belə olanda, boundary olmayanda. Yox, əgər boundary isə daxildirsə, ona closed set deyirik. Və sadəcə bir boundary ola bilməz də, məsələn, elə şərt deyil ki, bir dənə boundary olsun. İçində də məsələn fərqli bir boundary ola bilər. Bizim setimizdə bu halqadan ibarət ola bilər daha doğrusu. Buradakı kimi məsələn. Bu epsilon 1-dir, içəridəki çevrə. İçəridəki çevrədə epsilon 2-dir mərkəzə olan məsafəsinə görə. Epsilon 1-dən böyük olmalıdır, yəni bu məsafədən. Epsilondan da kiçik olmalıdır bu məsafədən, yəni. Deməli, indi bunun closed olması üçün həm bu boundary setin daxilində olmalıdır, həm də içəridəki boundary. Yox, əgər buradakı kimi məsələn boundary'nin biri setə daxildirsə, o birisi deyilsə, çöldəkinə fikir versəz qırıq xətti setin daxilində sayılmır. Buna nə açıq, nə də qapalı set deyirik. Yəni xüsusi bir adı yoxdur. Açıq var, qapalı var, bir də nə açıq, nə qapalı var. Bir də closure var. Closure-u səhv eləmirəmsə biz keçən videoda bayaqları danışanda səhv dedik. Closure şeydir, açıq setin elə bir formasıdır ki, yəni açıq seti daha doğrusu uyğun bir dənə set tapırıq, hansı ki boundary'si də daxilində olsun setin və setin özünü də daşısın. Məsələn, atıram, bunun yuxarıdakı setin closure-u, yəni onu qapayan, onu qavrayan set aşağıdakıdır. Fikir versəz, çünki aşağıdakı bu boundary'sini də özündə daşıyır, amma yuxarıdakı daşımır. Closure budur. Biz bayaqları closure-u bounded-dan bounded-a aid eləmişdik, amma onlar ayrı şeydir. Deməli, burada da nice open or closed setdən danışır. Punctured disk suallarda falan qarşınıza çıxa bilər. İnanmıram çıxsın, amma çıxsa belə, yəni tərcüməsindən də başa düşüldüyü kimi də deşilmiş disk, yəni disk fikirləşin, ortasında fikir verin. Bu hissəni çıxartmışıq, setə daxil deyil. Setə daxil olan ancaq bu hissədir. Belə. Burada da başqa bir şəkildə göstərir. Connected, bir də connected olmayan setlər. Deməli, əgər setin daxilində hər hansısa iki nöqtəni, yəni fərqi yoxdur, hansısa ola bilər, biz sınıq xəttlə birləşdirə bilmiriksə, daha doğrusu birləşdirə biliriksə, bu connected set olur. Məsələn, burada fikir versəz, iki dənə istənilən nöqtə götürdüm, liboy fərqi yoxdur. Bunu sınıq xəttlə birləşdirə bilirəm. Ona görə deməli bu connected set sayılır. Setdəki bu şeydir, halqanın daxilində olandır. Amma buradakı setə baxsaz, iki hissədən ibarətdir. Bir burası, bir də burası. Buradan bir dənə nöqtə götürmüşəm, buradakı. Bir də buradan bir dənə nöqtə götürmüşəm. Bu ikisini mən setdən kənara çıxmamaq şəklindən birləşdirə bilmirəm. Bu qıraqda çəkdiyimə baxmayın. Set budur. Görürsünüz ki, bu hissə ilə bu hissə bir-birindən əlaqəsi yoxdur. Yəni ayrıdır. Ona görə hərəsindən bir nöqtə götürsəm, bunları sınıq xəttlə ümumiyyətlə birləşdirə bilməyəcəyim üçün bu connected set olmayacaq. Connected set bu qədər, yəni çox sadədir. Bir də domain var. Domain üçün də iki dənə şərt ödənməlidir ki, biz o setə domain deyə bilək. Birincisi connected olmalıdır. İkincisi open olmalıdır. Buradakı kimi. Deməli, bir də setlər var idi, demişdik ki, həm nə açıq, nə də qapalı, onlar domain ola bilməzdir. Domain olması üçün mütləq gərək açıq olsun. Başqa
Məncə bir şey qalmadı. Region var. Region tərifini bilməyə gərək varmı? Məncə yoxdur. Deməli, hə. Bounded, unbounded. Burada biraz fərqlidir. Adından göründüyü kimi deyil. Yəni bounded sərhəddə olan, bir də unbounded sərhəddə olmayan. Yəni bu sərhəddən getmir də söhbət. Bounded, unbounded odur ki, əgər seti biz real ədədlə ifadə olunan bir radiusu çevrəyə ala biliriksə, məsələn, bu setə fikir versəz, biz bunu hər hansısa bir çevrəyə ala bilirik. Nəsə yazdılar Discordda. Yox, bugün suallara baxmayacağıq, ancaq qaydadır. Deməli, bu qırıq-qırıq xətlə göstərdiyim setə, open setə məsələn bir dənə çevrəyə ala bilirik də. Bu artıq bounded set sayılır və ya nə bilim buradakı seti bir çevrəyə ala bilirik. Amma burada bir dənə başqa set çəkmişəm, hansı ki dairəvi deyil, sadəcə x oxundan aşağını göstərir və sonsuzluğa doğru gedir. Bu sonsuzluğa doğru gedirsə, deməli biz bunu bir çevrəyə ala bilmərikdir. Çünki gərək sonsuz uzunluqda radiusa bir çevrəmiz olsun. O da olmadığı üçün biz buna unbounded set deyirik. Yəni rahat yadda saxlamaq üçün şeydir. Əgər hər hansısa bir tərəfdən sonsuzluğa doğru gedirsə, unbounded olur. Yox, getmirsə, hər tərəfdən sonlu ölçülərə sahibdirsə, onda bounded set olur. Deməli, accumulation point deleted neighborhoodlardakı həmin o şey hissədir, Z0-dır. Məsələn, buradakı setə baxsaz, 3 dənə yumru çəkmişəm içəridə. O nə deməkdir? Yəni, setə daxil deyil. Sırf bu nöqtələr, bu 3 nöqtə setə daxil deyil. Bunların hərəsinin öz neighborhoodları, deleted neighborhoodları var. Çünki setlərə özü götürülmür, daxil deyil. Biz ona accumulation point deyirik. Və bununla ayırt eləməli olduğumuz bir şey var ki, biz əgər setin ortasında başqa bir dairə çəkib desək ki, hə, bura daxil deyil, bu accumulation point olmayacaq. Çünki adından da dediyimiz kimi bu bir nöqtə olmalıdır. Əgər hər hansısa bir nöqtəni aşan bir şey olsa, intervala girsə, artıq biz onu accumulation point deyə bilmirik və həmin nöqtələrdə də deleted neighborhood olmur. Setin daxilindən söhbət gedir. Yoxsa belə neighborhood həmişə olur. Deməli, normal funksiyadan əslində qrafikləri nəzərə almasaq heç bir fərq, demək olar heç bir fərqi yoxdur. Sadəcə olaraq buna fikir vermək lazımdır ki, fz həmişə bu formada olacaq. U, x, y üstəgəl i vurulsun v, x, y. U ilə v özü x-dən y-in funksiyalarıdır. Niyə? Çünki biz arqumentimiz z-dir, özü x və y-dən ibarətdir. Kompleks ədəd. Biz o arqumentdən bir dəyər alırıq. Yəni onun üstündə hər hansısa bir əməl yetirib bir dəyər alırıq. Və burada istər-istəməz x və y-dən ibarət həddlər alacağıq. Burada qeyri-real və real olmayan hissələr olacaq. Real hissəyə sadəcə olaraq u ilə işarə edirik. X və y-in funksiyası. Real olmayana da v, yəni o da x və y-in funksiyası olaraq işarə edirik. İndiki belə yazırıq. Belə. Yəni burada da bir nümunə göstərmişəm ki, əgər z kvadratı funksiyasına baxsaq, w bərabərdir z kvadratı, hansı ki x kvadrat çıx y kvadratı plus buna bərabərdir. Biz buradan bu çıxarma edə bilərik ki, daha doğrusu belə. Bizim u, x, y-imiz, yəni fikir versən, burada yenə real hissədə x və y-in bir funksiyasıdır. Real olmayan hissədə yenə x və y-in funksiyasıdır. Buradan bu çıxarma edə bilirik ki, u funksiyamız x kvadrat çıx y kvadratıdır. V-dəki 2xy-dir. Başqa bir teması varmı? Bir də bunun şəkli var. Polyar koordinatlarla olan şəkli var. Polyar forması nədir? Z-in polyar forması demişdik ki, R vurulsun, y üstü i tetadır. Yəni, bunun bir də sinus kosinus alma versiyası var da, bir də onu yazmıram uzun. W-da sadəcə olaraq onların yerinə başqa şey yazırıq. Yəni, rho yazırdıq səhv eləmirəmsə. Bir də y üstü i, burada nə idi? Phi olmalıydı. Yəni, bunlar təmsilidirlər. Rho-nun əvəzinə başqa bir şey yaza bilərsən. Phi-nin əvəzinə başqa bir şey yaza bilərsən. Əsasıdır ki, sənin W-unda bu formatda olacaq. Deməli. Amma bunu da
yuxarıdakı kimi bu şəkildə yaza bilirik. Çünki funksiya ki bundan ibarətdir. Biz bunun üstündə yenə fərqli işlər görüb u-nu yenə r və tetadan ibarət bir funksiya kimi ala bilirik. v-ni də daha doğrusu v-ni də r və tetanın bir funksiyası kimi əldə edirik. Yəni bu şeydə kompleks funksiyalar üçün şaşmayan bir şeydir. Həmişə keçərlidir. Burada da fikir versəz z kvadratı funksiyasından yenə nümunə yazıb r kvadratı və mover şeyinə görə açıb görüb ki, real hissəmiz r kvadratı kosinus 2 tetadır. Qeyri-realda r kvadratı sinus 2 tetadır. Belə, burada da nümunə göstərib, çox həddiyə aid bir nümunə göstərib, heç qəribə bir şey, yəni qeyri-adi bir şey yoxdur, hamısı normal şeylərdir. Sadəcə olaraq bunu yadda saxlasaz yaxşı olar, çünki bəzi isbatlarda bu gərəkli olur. Məsələn, P bölünsün Q-nun nəyinisə sübut eləməmizi istəyirdi, hansı suallar yadımda deyil. Deyəsən Kiselevdə idi o, burada deyil. O isbat eləməyim istəyirdi. Ya da deyəsən continuity olmalıdır. Funksiyalarda hələ yoxdur. 12-də 11 ilə bu qədər. Yəni 11-də başqa danışılası bir şey yoxdur. 12. 12-də bunun mappingindən danışırıq. Bayaqları demişdim. Ancaq burada qrafik teması ortaya gelir. Dediyim kimi 4 dənə komponent olduğu üçün bir qrafikdə onları ifadə edə bilmirik. Ona görə 2 ayrı qrafik çəkirik və funksiya deyirik ki, bu qrafikdəki elementi bu qrafikdəki fərqli bir elementə çevirir. Yəni, məsələn, düz xətti atıram, gətirir, burada buna çevirir. Deməli, burada zırıltı olan nədir? Nəyin nəyə çevrildiyini tapmaqdır. İndi mən burada əslində yadımda qalana görə eləmişdim, amma z kvadratı funksiyasına baxanda buradakı düz xətti, yəni daha doğrusu buradakı düz xətti. Bunu z funksiyasında bu buna çevirir və ya bunu buna çevirir. Bunlar bu tərəfdə var, onları da çəkim. Bunu hardan alırıq? İndi ona baxaq. Daha səliqəli bir şəkildə yazım qıraqda. Deməli. Bir də burada x2 yazmıram da, aydın məsələdir. W bərabərdir z kvadratı bərabərdir x kvadrat çıxır y kvadratı üstəgəl 2 x y. Umuzu bildik. V'mizi də bildik. İndi bu UV'nin, yəni W'nin qrafiki olsun. Və biz burada bir dənə düz xətt çəkək. Bu düz xəttdə şeydir, o xəttini atıram S1-də kəssin. İndi bu nədir? U bərabərdir S1 düz xəttidir, düzdür. Deməli, U-nu bir dənə S1-ə bərabər ediriksə, burada bu şəkildə yaza bilərik. S1 bərabərdir x kvadratı çıxsın y kvadratı. İndi bu W qrafiki idi. İndi Z qrafikini çəkək. Arqument qrafiki. Y, x. Bu düz xəttin burada necə təsvir olunduğuna baxacaq. Deməli, S1-imiz var əlimizdə. İndi bizə nə lazımdır? Y2 ifadə eləmək, düz deyil. Y2 də bu şəkildə ifadə edə bilərik. X kvadratı çıxılsın S1 nöqtə. Deməli, bunun qrafiki necə olurdu? Mənim yadımdan çıxdı. Bunun qrafiki hiperbola olmalıdır elə. Məsələn, bu belə. U ilə V-nin yerini dəyişək yazmışam. U burada olmalıdır, B burada olmalıdır və düz xəttimiz də belə yox, şərqi yol asıdır.
Belə. Okey. Onda burada yazdıqları şeydir, funksiyanın qalanını necə çəkəcəyimizdir. Çünki bəzən çəkmək çətin olur. Onu da yəni kalkulusdan inanmıram yadda qalsın. Amma funksiyanı ümumiyyətcə xarakterizə eləmək lazım olanda məsələn sonsuzluğa doğru irəliləyəndə necə dəyişir? Atıram x sıfıra gedəndə y necə dəyişir və ya y mənfi tərəfdə necə dəyişir falan. Onu tapmaq üçün limitdən istifadə edirik. Yəni limit o məsələn x müsbət tərəfdən sıfıra yaxınlaşanda ya mənfi tərəfdən sıfıra yaxınlaşanda necə dəyişir və ya nə bilim y necə dəyişir. Onları tapırıq və ona görə qrafik çəkirdik. Amma burada bizdən qrafik çəkəcəyini heç sanmıram. Çəkmədiyimizi istəyəcəyini heç sanmıram. Ona görə gərək yoxdur bunlarla vaxt itirməyək məncə. Suallarda lazım olsa sabahları baxarıq. Hə, bu 13-cü mövzu 12-nin bir növ davamı kimi bir şeydir. Hətta bunları ayırmaları o qədər də gərəkli bir şey deyil. Yəni eyni şeylərdə sadəcə olaraq y üstü eksponensial funksiyalarla ifadə edirik. Yəni bayağı gərəksiz bir mövzudur əslində. Ancaq suallarda fərqini hiss edə bilərik. Deməli, funksiyanı sadəcə olaraq bizə y üstü şəklində verir. Atıram, burada görürsünüz, y üstü z bərabərdir. Y üstü x vurulsun y üstü y bunu bu şəkildə yazıb. Sonra, məsələn, funksiyamız burada w bərabərdir y üstü z-dir, məsələn. Buradan nə başa düşə bilirik? Görürük ki, bunu yazın. W bərabərdir y üstü z. Bunu da y üstü x plus y kimi yaza bilirik. Sonra görürük ki, y üstü x olsun y üstü iz. Bu da nəyə oxşuyur? R y üstü teta'ya oxşuyur, i teta'ya oxşuyur. Buradan görürük ki, bizim radiusumuz y üstü x-dir. Argumentimiz də z yazmışam, 0 y-dir. Kosinus y üstəgəl i sinus y. Funksiyamız bu şəkildə gəlir. Rho-dakini demişdim də, bu z-imizdir, bu da w-imizdir. Radiusumuz, yəni rho-muz y üstü x-dir, argumentdə 2. Sonra da onun qrafikini çəkməkdir. Və onun qrafikini məncə çəkmirik. Burada da ona aid bir dənə nümunədir. Sadəcə əvəzləmədir, yəni. Onun nümunəsinə baxaq ki, yoxsa sabah suallarda saxlayaq. Çətin olandısa baxa bilərik, amma belə çox da deyilsə sabah suallar. Yəni sabahları öldürsən 5 dəqiqəyə izah edərəm. Onda qalsın da sabah. Okay, limit. Adi limitdən, limitin tərifi buradakı adi limitdəki təriflə eynidir. Hətta deyərdim heç bir fərqi yoxdur. Normal limitdən fərqi nədir? Sağ-sol limit yoxdur burada. Yəni funksiyaya sağdan yaxınlaşanda limit nəyə bərabərdir, soldan yaxınlaşanda nəyə bərabərdir? Elə bir şey yoxdur. Çünki burada ikisi də arqument olduğu üçün x-lə y-in u ilə v-dəki alınan qiymətlərdir. Normal funksiyada x arqument olurdu, y-in qiymətinə baxırdıq, amma burada ikisi də arqumentdir deyə, yəni funksiyaya biz 360 dərəcədən yaxınlaşa bilirik. Yəni hər bir istiqamətdən yaxınlaşanda ayrı bir şey çıxa bilər deyə sağ-sol teması olmur. Burada sadəcə olaraq həmin nöqtədə limit exist ya deyil, onu tapa bilərik. Onun da tərifi budur ki, bütün epsilonlar üçün, gözünü yazım,
Məsələn, limit z0-a yaxınlaşanda f z atıram əgər böyük elə bərabər olsa və ya da böyük w bərabər olsa w0 yazıb olsun. Bu limitin varlığını göstərmək üçün deyirik ki, bütün epsilonlar üçün hansı ki 0-dan böyükdür. Elə bir delta tapmaq lazımdır ki, o da 0-dan böyükdür. Şey olsun, z çıxılsın z0 epsilondan kiçik olur. Epsilondan idi, yoxsa deltadan idi. Mən bunları yenə səhv salır. Delta buradadır. Deltadan. F, Z də çıxılsın W0 kiçik olmalıdır epsilon. Epsilon istənilən bir dəyərdir. Delta tapmalı olduğumuz bir dəyərdir. Və buradan deltanı epsilonla ifadə eləməliyik biz. Deltanı epsilonla ifadə eləməyi bacarsaq, deməkdir ki, limit exist, limit alınır. Yox, görsək ki, belə bir şey mümkün deyil. Yəni, burada elə bir delta tapa bilmirik. Epsilonla ifadə edə biləcəyimiz. Onda deməli, limit exist deyil. Buna aid nümunə məncə işləməliyik. İşləməliyik. Bunu eləyək elə direkt. Z0'ımız 1'dir. Funksiyamız neydi ayolda? Öyle budur. I Z bölünsün 2'dir. İndi tərifi yazsaq. Bu arada hər dəfə bu isbat gələndə epsilonun for all epsilonla subset deltanı yazın. Onu yazmasaz bayağı bal kəsir. Yəni epsilon kimdir, delta kimdir deyə bal kəsir. Deməli. F-seti də elə olduğu kimi yazaq. Bir də limit i bölünsün 2. Deməli, sağ tərəfdə i bölünsün 2-ni rahat çıxar. Deməli, belə yazırıq. Həqiqiləri hara var? Mən anlamadım. Deyəsən, belə olur. Modulda olduğu üçün də i-nin bir təsiri qalmır. Çünki bunun kvadratı üstəgəl 1 olacaq, üstəgəl 0 olacağı üçün real hissəsi yoxdur. İləri ona görə ötürə bilirik. Aydın oldu iləri niyə ötürdüyümüz. Moduldan 1 çıxır deyə. Evet. Yəni burada i-ni
yazsaq y-in kvadratı kimi olacaq? X yoxdur. İləri silsək də x-in kvadratı qalacaq. Y yoxdur. Z-in əslində içində x, y var, amma yəni i-ni ona vuranda x, y-ə, y-də x-ə çevrildiyi üçün o hissəni də yazmıram da, ez keçirəm. Kiçikdə epsilon yazırıq. Sonra 2 z çıxılsın 1 kiçikdə epsilon və alırıq ki, z çıxılsın 1 kiçikdə 2 epsilon. Deməli, burada aldıq ki, z çıxılsın 1 kiçikdə delta, burada da aldıq ki, z çıxılsın 1 kiçikdə 2 epsilon və deltanın 2 epsilona bərabər edə bilirik. Bu şəkildə əslində, bu şəkildə limiti isbat edirik. Yəni ki, var və buna bərabərdir. Bu qədər. Və bu limit teması heç cürə mürəkkəbləşmir. 15-ə qədər nə var, nə yox, nə qədər sual olsa mürəkkəbləşmiş. Hətta 15-ci mövzu ilə bir yerdə bayağı asanlaşır limitləri tapmaq, limitləri isbat eləmək. Sadəcə olaraq ağlımızda bunu tutmaq lazımdır ki, lazım olanda x, y-ə çevirmək olar və kompleks ədədlərin xassələrindən istifadə etmək lazımdır. Bir də modulun düsturundan. Bu şeyi yadınızda saxlasanız hər cürə limiti isbat eləmək olur. Teorik sualları nəzərə almasaq, teorik suallar biraz qarışıq. Teoremiz on limit. Burada teoremlərin isbatları var. Gerək yoxdur bunlara baxmağa. Burada əsas şeydir. Cəmin limiti limitlərin cəminə bərabərdir. Hasilin limiti limitlərin hasilinə bərabərdir. Və kəsrin limiti də limitlərin nisbətinə bərabərdir. Bunların isbatı çox sadədir. Müəllim də bunların hamısını yazdırmışdı. Səhv eləmirəmsə elə kitabda da biri olmalıdır. Deməli, nə edirik? Çox adi qaydada bizim normalda f-set yazırdıq. Yəni, buradakı f-set düsturda. Bu səfər hasili tapanda, məsələn, atıram biz gz h-set var. Tutaq ki, 2 dənə funksiyanın hasilidir. Bunların limitini tapmalıyıq. Buradakı f-setin yerinə bunu yazırsınız. O şəkildə həll olunur. Arqumentdə də heç bir şey dəyişmir. Və nə bilim, nisbəti isbat eləmək istəyəndə də bunun yerinə gz bölünsün h-set yazırsınız. Cəm olanda da eyni şəkildə cəmini yazırsınız. Və axırda göstərirsiniz ki, bir şey də qabaqcada da deyirsiniz ki, gz-in ayrıca limiti buna bərabərdir w0-a. F-setinki də buna bərabərdir. Sonra göstərirsiniz ki, cəmin limiti də bu ikisinin cəminə axırda bərabər çıxır. Sən bunu yadda saxlamaqla bir də çıxılsın. Ona da G0 deyək. Epsilon 1, epsilon 2 və demişdik ki, epsilon for all-dan, yəni arbitrary, yəni istədiyimiz bir ədəd olduğu üçün bunları axırda bərabər götürə bilirsiniz. Sonra da bunu göstərməlisiniz. Çıxılsın. W0 G0 kiçikdir epsilon. Bu şəkildə yazıb gedirsiniz. Alınmasa sabah suallarda baxarıq. Burada onun sualları olmalıdır. 17-ci mövzunun axırında. Ümumiyyətlə 17-yə qədər limitin üstündə danışırıq. Continuity dərsində limitin bayağı əlaqəli bir mövzusudur. 16-ya baxaq. Burada neysə demədim, elə bil. Bu onun isbatından biridir. Bir də üslü varsa,
Burada da yəni isbatına baxmağa gerək yoxdur. Üstünün. Var o suallarda buna aid şey olacaq, amma dediyim kimi. Və ayrıca bunların isbatı gərəksizdir. İndi sonsuzluq olan limitlərdə burada bu əsas 3 dənə şeyi bilsəz, bu 3 dənə teoremi hər şey həll olur. Yəni bundan başqa bir olayı yoxdur bu mövzunun. Ki zaten bunlar hamısı real ədədlərin olan funksiyalarda da keçərlidir. Z0-a yaxınlaşanda sonsuzluqdursa, həmin funksiyanın tərsində 0 olacaq. Aydın məsələdir. Z sonsuzluğa yaxınlaşanda belədirsə, arqument tərs olanda şeydir, Z0-a yaxınlaşanda W0 olacaq. Yəni, bunlar aydın məsələlərdir. Bir də nə barədə L'Hopital roldan istifadə edəsiniz. Yəni, o qaydanın ümumiyyətlə ondur. Yəni, kəsirlərdə sürət məxrəcinin törəməsini alıb elə limit tapmaq, elə bir şey bilmirik, elə bir şey keçməmişik. Continuity. Okay. De. 15 də başa 14 də başa düşdüyüm limitdə əsas oralardadır. 15-də belə başa düşdüyüm çox bir şey yoxdur. Bu üçüdür. Sadəcə teoremləridir, Evet. Yox, bura 16 deyil. Bu 15, bu 16, 15. 15'te də aşırı bir şey yox. Teoremlərdir. Okay, isbatları var kitabda. Baxmamışam. Kitabda səhv eləmirəmsə nümunələrdən birinin isbatı var. O birisləri sual kimi verir. Yenə də eləyə bilməsəz sabah bir yerdə baxaq. Çünki bugün bütün mövzuları sizə izah edeyim. Yəni bilməyə ehtiyac var. Çünki zaten hamısının mexanikası eynidir. Eyni şəkildə, eyni addımlarla isbat edirsən. Birini bilsən belə, o birisləri rahat çıxara bilirsən. Hamısını eləsəz yaxşıdır. Çünki müəllim özü də deyirdi ki, bunu gedin evdə eləyin. Boşuna deməz yəqin ki onu. İnşallah. 16-da bir dənə o teorem yazdığında 3 dənə olan, Evet, bu üçünü bilsək, kifayətdir. Burada onlardan isbat elədiklər, yenə birini isbat edib deyəsən. Nə? Totalda 24-ə qədər olacaq da elə. Elə olmalıdır. 25 məncə düşmür. Zərfə düşürdün sən? O zərfə burada deyil. Zərfə burada deyil. Değilmiş. Okay. 16 aydındır. 17. Continuity'nin dəki 3 dənə şərti var. Yəni bu 3 şərt continuity ilə uşaqlar differentiability-ni qarışdırmayın. Yəni bunlar ayrı şeylərdir. Continuity yəni davamlılıqdır da. O real ədəddə olan funksiyalarda yadınızdaydı. Funksiya heç bir yerdə kəsilmirdi, davam edirdi əyri şəkildə. Öz funksiya gedirdi. Burada deyirdik ki, bu kəsilməz funksiyadır. Continuous functiondur. Burada da eyni şey keçərlidir. Yəni oradan yadımızda qalıb bilmirəm, amma hər nöqtədə funksiyanın bir limiti olurdu və limit funksiyanın həmin nöqtədəki dəyərinə bərabər olurdu. Çünki gözümüzdə qrafiki gözümüzün qabağına gətirsəz, görürsüz ki, bu deyilən şeylər əslində çox sadə şeylərdir. Məsələn, bu real ədədli funksiyalardan söhbət gedir indi. Atıram belə bir dənə funksiyadır. Yəni limitin funksiyanın öz dəyərinə bərabər olmaması nə deməkdir ki? O deməkdir ki, funksiya belə bir şeydir də. Piecewise functiondur da. Yəni başqa cür mümkün deyil də. Funksiya gəlir bura qədər, bu nöqtədən dəyişir. Başqa yerdən davam edir. Sağdan yaxınlaşanda limit bu olur, soldan yaxınlaşanda limit bu olur. Funksiyanın öz dəyəri isə həmin nöqtədə budur. Yəni belə bir şey olmadığı müddətcə funksiya belə bir şey olduğu müddətcə yəni verilən şərtlər məncə çox sadədir. İndi eyni şərtlər burada da ödənməlidir. Sadəcə olaraq bir şey yadınızda saxlayın ki, sağ-sol limit teması yoxdur. Limit Z0-da mövcud olmalıdır. Z0-da funksiyanın qiyməti olmalıdır və limit bu funksiyanın qiymətinə bərabər olmalıdır həmin nöqtədə. Bu üçün ödəndiyi halda həmin nöqtədə funksiya continuousdur. Teorem 1 deyir ki, composition of continuous functions
itself is continuous. Yəni mürəkkəb funksiya əgər mürəkkəb funksiyanın tərkibindəki hər iki funksiya continuousdursa, GZ continuousdur, FZ də continuousdur. Deməli G FZ də continuousdur. F G Z də continuousdur. Mürəkkəb funksiya bilirsiniz də yəqin. Bunun isbatı üçün nə lazımdır? Bu şərtin ödəndiyini göstərməlisiniz. FZ-in bunu göstərmək asandır zaten. FZ mövcuddursa, GZ də mövcuddursa, FGZ də mövcuddur, GFZ də mövcuddur. Məxrəc sıfır olma temaları olmadığı müddətcə. İsbat etməli olduğunuz bir şey var, o da limitdir. Sonra da limitin həmin funksiyanın qiymətinə bərabər olmasıdır. Limiti də isbat etmək üçün birlikdə zaten funksiyanın yerində nə varsa biz onu qoyacağıq. Məsələn, FZ idi. Artıq funksiyamız GFZ-dir. Yerinə GFZ qoyacağıq. Limitdəki aydındır. Bu qədər. Burada delta əvəzinə prosta gamma yazıb, fason özündən oxqa çıxardıb. Argumentimizdəki FZ-dir. Çünki funksiyamızın artıq F deyil, G-dir. Elə fikirləşin. Aydındır məncə. Birinci teorem. İkinci teoremə baxaq. Continuous and non-zero at point Z0 and throughout some neighborhood of that point. Burada da bu teorem əslində çox sadə bir şeydir. Hətta niyə var onu mən anlamamışam. Yəni deyir ki, funksiya bir nöqtədə continuousdursa və 0 qiyməti almırsa, deməli həmin neighborhoodda Z0-ın neighborhoodunda şey olmalıdır. Funksiyanın 0-a bərabər olmadığı bir qiymət olmalıdır. Yəni zaten biz dedik ki, həmin nöqtədə, daha doğrusu Z0 nöqtəsində funksiya continuousdur və 0 qiymətini almır. Z0-ın hansısa bir neighborhoodunda Z0 özü də olacağı üçün istər-istəməz. Çünki mərkəz orada. Neighborhoodu yazanda Z çıxılsın Z0 yazırdıq da. Və diqqət yetirin, bu delete neighborhood deyil. Çünki delete neighborhoodda Z0-ın özü nəzərə alınmır. Amma burada sadəcə neighborhood. O neighborhoodun içində 100% Z0 olacağı üçün FZ-in 0-a bərabər olmadığı bir qiymət avtomatik olacaq. Burada onun isbatıdır. Düzdür, bunu mən dediyim şəkildə isbat eləmirlər. Bu sadəcə bunun çox belə aşırı başa düşüləcək bir fakt olduğunu göstərməyə çalışıram. Sonra onun isbatına keçə bilərik. Ki birinci bunu anlayın özünüzdə ki, onu isbat edəndə rahat olsun. Anlamaq üçün də dediyim kimi, yəni continuous nə deməkdir? Funksiyanın həmin nöqtədəki limiti qiymətinə bərabərdir. Funksiyanın qiyməti də ki 0 deyil. Bu qədər. Və onu da göstərsək ki, hə, limit 0-a bərabər olmur. Hər şey aydın olacaq. Bunu nə yolla isbat edib? Epsilonu istədiyimiz qiymət verə bilərik. Bu da götürüb FZ0 bölünsün 2 qiymətini verib. Sonra göstərib ki, buradan belə çıxır ki, FZ0 əgər 0 qiymətini, daha doğrusu FZ0 qiymətini ala bilsə, demişdik ki, biz FZ0-ı almır da. FZ0 qiymətini alsa, onda bizə belə bir şey qalır geriyə. Bu da mümkün ola bilməyəcəyi üçün, yəni heç bir ədəd öz yarısından kiçik olmayacağı üçün müsbət ədədlərdən söhbət gedir. Mümkünsüzlükdür. Belə. Bu nədir? Burada da deyir ki, əgər FZ continuousdursa, onun komponentləri də continuous olasıdır. Çünki FZ-i dedik axı, iki arqumentli funksiyanın cəmi şəklindədir. Və iki continuous funksiyanın cəmi də continuous olmalıdır. Deməli, FZ continuousdursa, onda bunun komponentləri də continuous olasıdır. Burada onu deməyə çalışır, sonra da onu isbat edir.
göstərir daha doğrusu. Bounded deyil. Bounded nə əlaqə onu şey eləmədim. Function 5 is continuous at region. That's both closed and bounded. O funksiya is then continuous and R. And thus reaches a maximum value somewhere in that region. Bu məncə müəllim bizə deməmişdi heç. Buna mən bir də baxaram, suallarda da olsa şeydir, sabahları buna da baxarıq bir yerdə. Suallarda səfərimiz heç bu olmamalıdır. Var bu sualda, amma bu sualın həllində o cürə bir şey işlətmirik də. G-lə falan, R-lə falan. Yazmışdım hətta 9 atarım sonra. Okey, 18 derivativ. Yenə adi real şeydir, real dəyərli funksiyalarda ki derivativlə eynidir. Yəni tərifi falan da eynidir. İlk bu şəkildə yazılır. Yəni fz, f-in dəyişimi, funksiyanın qiymətinin dəyişimi, bölünsün arqumentin dəyişimi. Hansı ki, o arqumentin dəyişimi şeyə yaxınlaşır, sıfıra yaxınlaşır. Delta z. Əsas tərif budur. H-la falan yazırdıq. İndi burada f-lə, z-lə yazırıq. Əlavə nəyi var? Example-dur. Hə, burada z kvadratı, modul z kvadratı funksiyasının törəməsini təriflə tapır. Amma biz artıq o hissələri keçmişik deyə bunun təriflə şey eləməyə ehtiyac yoxdur ki, zaten təriflə şey eləmək çox asandır. Differentiation formulası. Hə. Burada üçlü funksiyanın şeyini göstərir. Z-lərdə. Qüvvət funksiyasını. Adiliki ilə eynidir. Yəni konstantın törəməsi 0-dır. Üstü 1 olanda törəməsi 1-dir. Sabit törəmənin qiymətinə təsir eləmir. Hissəni çıxarda bilik mötərizənin xaricinə. Belə şeylər. Cəmin törəməsi, hasilin törəməsi, nisbətin törəməsi. Bu üçü limitdə də var idi. Oradakindən daha asandır bunu isbat eləmək. Çünki əlimizdə konkret bir dənə şey var. Artıq düstur. Hamısını bu düsturda yerinə qoyub rahat həll edib göstərmək mümkündür. Fz-imiz var. Hə, bu qədər. Deməli. Hə, bir də mürəkkəb funksiyanın şeydir, törəməsidir. Onu Leibniz notation-la rahat göstərmək olur. Müəllimə də bunu qəbul edir. Deməli, funksiyamız olsun f, g, z. Deməli, bunun törəməsini tapmalıyıq. Onu d ilə yazanda belə olur. F, g, z bölünsün d. Arqumentimiz gz'dir. Biz bunu vururuq nəyə? D gz bölünsün d z. Discord'da nə olur? Atarım. Hə, bunun əvvəlini belə yazsaydım daha yaxşı olardı. D, F, G,
Z. Burada da əsl arqumentimiz Z-dir. Deməli, bu şəkildə yaza bilirik. Yəni yerini qarışıq yazdım. Götürürük bunu, vururuq üstü və məxrəci sürəti eyni olan bir kəsrə. Görürük ki, həqiqətən də buna bərabərdir. Çünki bunun arqumenti budur. Bunun arqumenti də budur. Okey. Bundan da əslində qurtarır mövzu. Bundan tərəfə bir şey deməməlidir. Koşiriman. Çox asandır və bunun isbatına qətiyyən gərək yoxdur. İstəsəz özünüz baxarsınız, amma heç bir gərək yoxdur. Çünki Koşirimanın isbatını bizdən müəllim istəmir. Koşirimanın vasitəsini biz başqa şeylərlə isbat edəcəyik. Koşiriman nə deyir? Biz demişdik f z-i x, y-in 2 funksiyası şəklində yaza bilirdik. Birinci onu yazaq. Koşiriman tənlikləri deyir ki, ux, yəni u funksiyasının x-ə görə törəməsi partial derivativ bərabərdir v-y-ə və u-y-də bərabərdir v mənfi v-x-ə. Yəni məxrəc sürətin indeksində yazdıqlarımız həmin dəyişənə görə törəmə deməkdir. Bu qədər. Bu tənliklərdən isbat edirik və 20-ci, 21-ci mövzu tamamilə bundan ibarətdir. 20-ci mövzuda Koşiriman tənliklərinin funksiyanın törəməsi olub-olmamasını təyin edildiyini göstərir. Yəni Koşiriman funksiyanın törəməsi varsa, Koşiriman mütləq var və ya Koşiriman tənliyi varsa, hətta belə 21-də isə şeydir. Bunun Koşiriman tənliyinin olmasının, yəni ödənməsinin funksiyanın törəməsi olması üçün kifayət olduğunu göstəririk. 20-cidə biz göstərdik ki, funksiyanın derivativi varsa, yəni derivativ z, fz mövcuddursa, onda bu iki tənlik ödənir. 21-ci mövzuda da bunu isbat edir ki, bu iki tənlik ödənirsə, deməli funksiyanın törəməsi var. Yəni ikili ox var idi diskretdə. 20-ci mövzu bunu göstərir, 21-ci bana. Ona görə iki mövzuda baxılası başqa bir şey 21-də bir dənə baxım. Yoxdur. Hər şey bundan ibarətdir. 22-yə baxaq. Ki 22 hətta bunlardan daha asandır. 22 üçün də ayrıca Koşiriman tənlikləri var. Polyar koordinatları zaten bilirdik. Z, R, Y üstü I, T'yə bərabər idi. Bir də bunu açıb yazanda nə baş verirdi? R kosinus teta üstə gəl IR sinus teta. Bu bizim x'imiz olurdu. X bərabərdir R kosinus teta. Y də bərabər olurdu R sinus teta. Deməli. Burada. Okey. Biz demişdik ki, fz şeydən ibarətdir. U və v olmaqla, hansı ki x-də, x, y funksiyası da onlardan ibarətdir. İndi sadəcə olaraq UV-də deyirik ki, x özü də r kosinus teta, y özü də r sinus teta olmaqla iki funksiyadan ibarətdir. X-dəki fikir versəz, x-dən y fikir versəz, r-lə tetanın ayrıca funksiyalarıdır. Biz burada məsələn u funksiyasını
şey kimi yazırıq. Bu özü x və y-in funksiyasıdır. Burada r teta, bir də y r teta. Deməli. İndi biz onun törəməsini tapanda, onun nəyə görə də, r-ə görə törəməsini tapanda buna yazırıq ki, partial derivative u bölünsün partial derivative r bərabərdir. X-ə və y-ə görə ayrı-ayrı yazacağıq. U olsun x partial derivative x olsun partial derivative r. Üstə gəl y-ə görə. Mürəkkəb funksiyanın törəməsi kimi. Eyni şey teta üçün də keçərlidir. Sadəcə r-lərin əvəzinə teta yazırsınız. İndi bu nə deməkdir? O x-in yox, daha doğrusu o r-in törəməsi o x vurulsun. O x-in öz törəməsi nədir? X-i bərabər eləmişik. R kosinus tetaya düzdür. Deməli, mürəkkəb funksiyada da törəmə tapanda bir funksiyanın öz törəməsini tapırdıq. Bir də onun içindəki funksiyanın törəməsini tapıb ona vururduq. Bunun da şeydir. U-rin də elə görə törəməsi kosinus teta olacaq. Çünki şeydir. Kosinus tetanı sabit kimi nəzərə alsaq, r sadəcə olaraq ortadan qalxır. Kosinus teta üstə gəl o y-ə görə törəmə y-də də eyni şəkildə r-ə görə törəmə alırıq deyə sinus qalır sadəcə olaraq. Onun tetaya görə törəməsini tapsaq, bu səfər kosinusdan sinusun törəməsini yazacaq, r qalacaq. O x kosinusun törəməsi mənfidir deyə mənfini qəbul atıram. R sinus teta üstə gəl sinusun törəməsi də kosinus olasıdır. O y r kosinus teta. Eyni şey v-də də yazılır. V üçün də r və teta olmaqla iki cür yazılır. Amma biz onu bir də uzatmayaq. Ona görə birbaşa Koşiriman tənliyinə keçək. Koşiriman tənliyi nədir? R u r bərabərdir v teta və u r də v yox ya, u teta bərabərdir mənfi r v r. Düzdür. Bu ikisi də polar koordinatlar üçün Koşiriman tənliyidir. Yəni bu sadəcə onun isbatı idi, göstərişi idi, mürəkkəb funksiya olduğuna görə. Bu da onun yekun forması. Alıram yuxarı. Belə. Burada da teoremdə deyir ki, buradakı Koşiriman tənlikləri funksiyanın törəməsinin olmadığını isbat etmək üçün kifayətdir. Yəni, tənliklər ödənirsə, funksiyanın törəməsi var və funksiyanın törəməsi varsa, bu tənlik ödənir. Bu tənliklər. Belə.